O günləri mən bir bəs söz oxumuşdum, o söz də şeirdir. Onu mən sildim, indi çoxlara yazıbdır ki, bunu oxu. O 3 bətdir. Oğlan öz əhvalatını oxuyur, xanım atıb gedibdir, ona qərquşnalış eləyir. Birin dubarədən istəhli eləyib, ona da ki, tərif eləyir. Deyir, heç zad istəmirəm çərxi fələkdən, kaş bu dünyada bir yananım olaydı. Açaydım ürək sözün xərmən edəydim, kaş sözlərimi bir qananım olaydı. Nə vara dil xoşam vallah, nə də ki mala, nə məqama, nə servətə, nə pula. Bir gün olar insan düşər yaman hala, başım üstə kaş bir ağlayanım olaydı. Nə gecəm xoş keçir, nə də gündüzüm, nə qəlbim açılır, nə gülür üzüm, nə səbrim var, nə taqətim, nə dözüm, cana yanan bir cananım olaydı. Bu oğlanın öz sözüdür ki, gedənə deyir, gedən səni ac olasan, ac olub acdara möhtac olasan, bir növriyə qoyulan bir daş olasan, başmağı tapıb qoyan olmasın. Deyir, çörək səndən qaçaq olsun, sağ gözüva puçaq olsun. Külfət səndən bıcır illər boyu qaçaq olsun, istədiyi gətirməyəsən. Deyir, heç əhdiyin bitirməsin, göydən gələn min bir bəla, birin səndən ötürməsin. Yediyin yavan aş olsun, yastığın qərəddaş olsun, illər boyu ilan çəyən səninlə yoldaş olsun. Budur sənə mənim bir duam. Bu da gələnin ki, tərifidir ki, deyir. Deyir, yarımın boynunda vardı qızıl əmməçə, yaxasında vardı şahlıq düyməçə. Qorxuram yarın gələ kərvanı keçə, xırdalıyam, durmuşam yol kənarında. Cəm sağlığı uza.